Sosial şəbəkələrin müsbət və mənfi cəhətləri barədə mütəmadi olaraq danışılır. Bu şəbəkələr vasitəsilə insanların aldadılmasına qarşı profilaktik tədbirlər davam etdirilir. Endirimli ingilis dili kursu təşkil edəcəyi vəd verərək dələduzluq eləyən şəxsi polis saxladı. Sosial şəbəkələrdə endirimli onlayn xarici dil kursu təşkil edəcəyinə dair elan yerləşdirərək dələduzluq eləyən 27 yaşlı Azər İsmailov polis əməkdaşları tərəfindən saxlanılıb. O, təsisçisi olduğu Yamzerv Akademiyinin sosial şəbəkə hesabında real dəyərindən qat-qat aşağı qiymətə kurslar təşkil etdiyi ilə bağlı elan paylaşıb. Daha sonra zərər çəkənlər 50-600 manat aralığında pul vəsaitlərini Azər İsmailovun kartına köçürüblər. Saxlanılan şəxs pulları ələ keçirəndən sonra zərər çəkənlərlə əlaqəni kəsib. Azər İsmailovun əməlləri barədə daxil olan şikayətlər üzrə polis idarəsində araşdırmalar davam etdirilir.